Başka tutmuşum. Hem işlemek ki fərqli işler. Ben de baba şey Yok siz diyorsunuz ki ben yerinde olsam ben sizin yanınızda olsam. Ama aile dolan. Öyle değil. Ama aile dolan. Ben tek şəxsən tek kreditim de var. 2 tane oğlan şahında tek böyüdürəm. Hardan bir aparım adam evirsin? Hardan? Neyse. Birinci günü. Başka sualı varsa sen ver. Siz de mesela siz de hamımız biz vətəndaşlardan bizim birbirimizlə nə qəsd qərarətimiz var ki, bizi bu vəziyyətə gətirib çatırız. Biz prezident aparatına müraciət edək. Şəxsən mənim adamlarım var, belə qısmamdır. Firmada işləməyimə baxmırlar. 2 kəlmə zəng eləyir, deyərək Allah'ım olsun. Bütün xəstəxana hazırlar ki, üstündən çıxarlar. Allah'ım olsun. Prosto pisliyi eləmirəm, qardaş. Bəli, o pisliyi eləmirəm. Gəlin bir-birinizi başa düşək, insanlık. Gedirik, hərəmiz evimizə bir iki çörək aparır. Mən keyfimdən durur şəkildən bura gəlməm ki, qardaş. Düzdürmü? Biz gərək sakit, ömür boyda mənim yanıma düşmür ki, nə afaq doktoru, nə ülkəli doktoru, nə hər hansı bir bizi üzr istəyirəm. Qapıdan belə atsın, xəstə duranda desin ki, gir çay. Mən afaq doktoru həmişə 6 işləmiş, 6-da zoomla gördüm, çox vaxtda gördüm, hiç çıxın aldıdan mı? Bəli, ben doktorum, Allah Benim sizə cavab verməm. Bizim həkimlərin pis niyyəti qoymaq nəyimiz yoxdur. Siz mesela afaq doktoru bəni çağırdı işinci qamaqçıdan, mən o adam xəstəsi olmuşam, yanına gəlmişəm. Qaldı ki, başqa şeylərə qalanda ki, bizim iclası təklif elədilər. Sizcə gəlmişdiniz. Üstəliyə olamaydı. Mən adına yazmışdım. Mən adına axırda dedim Rəfayla anada ki, filan vaxtı, filan tarixdə iclası. Məndən asılı deyil. Gəlir təklif edir. Məsələn, siz mənə necə deyirsiniz ki, bizi qəbul edəsin ya da iclas edin. Bana desin iclas edin. Orada da yoxsa mənim... Bir dənə səbəb nədir ki, o iclasdan sonra o gündən biz istifadə edə bilməyiz. Mən onu bilməyəm axı. Mən yenə demişim. Mən öyrənək bu səbəbi. Doktor bu gün... Bugaya göre sabit kullanmazsınız çok ödü. Sen Bugay'ı ilginç çekiyorsun. Sanki dedi 2-5. gün ne olar götürmeyin. Çünkü bizde iclas var. Gelin bunu uşaklar da razılaştılar. Biraz 2-4 yıl 1. gün dedi iş günü çok olur. Akı bunu düşün. Çünkü bizi maskara elədi. O gündən bir dəfə istifadə edə bilmədik. Sizi gördük yani. Mesela her derede bizi düzgün arkadaşlar, düzgün icra edilse ki eminəm de Sözü bizim yerimize koyarsanız. Böyle sen hiç mi bu büyük bir cinayet olsaydı, tehdit edilseydi, ikimize vursaydı, büyük bir problem olsaydı artık acımaz. Bizim dilimiz dönerse, biz onu işlememiş. Valla hamı şeklini kenara qırağa gedir. Şurası yerine hamı qıraqdan gelir. Fərqli buyum var. Yenə orta mən qalmışam. Sen qayraq siz dedim ki, sen adın hallanır. Ben hiç bir hallanmıyorum. Ben niye de benim adım niye hallanmır? Ben ikisi karşıya hiç kim yok. Bu da düzlükte geldi aşağı. İzleme işler sizde. Aylık yarım oturmakta, 20 hafta yerinde. Bizi kalanı çıkmış aşağı. İlk gününüzün aşağı.